Davam edirik. Gənc qızların təhsilinə dəstək layihəsinin məzun günü keçirilib. Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə baş tutub. Məzunlar arasında şəhid ailələrinin üzvləri və yüksək nəticə göstərən tələbələr yer alıb. Tədbir videoçarx, çıxışlar və bədii proqramla davam edib. Təhsil təkcə bilik deyil, həm də güvən, özünə inam və sabaha ümid deməkdir. Bugün məhz belə bir gün yaşanıb. Gənc qızların təhsilinə dəstək layihəsinin məzun günü qeyd olunub. Bu layihənin özəlliyi ondan ibarətdir ki, burada qızlar yalnız təqaüd proqramlarında iştirak etmir, eyni zamanda özəl və dövlət sektorunda təcrübə əldə edir, iş yerlərində təcrübə keçir, mentorluq proqramlarında iştirak edir. Müəyyən müasir dövrün əmək bazarının tələb etdiyi sahələr üzrə bilik və bacarıqlar əldə edir, müxtəlif kurslarda iştirak edir. 2021-ci ildən başlayaraq ali məktəblərə yüksək nəticə ilə qəbul olunmuş gənc xanımlar, xüsusilə də Hənifə Məlikova, Zərdabi adına qızların təhsilinə dəstək təqaüd proqramı və şəhid xanımlarının övladlarını əhatə edən Sən Tək Deyilsən layihəsi çərçivəsində dəstək almış tələbələr bugün məzun adını qazanıblar. Bugün burada olmaq mənim üçün həm qürurlu bir andır, həm həyəcanlı bir andır. Mən gənc qızların təhsilə dəstək layihəsinin üzvüyəm, bugün artıq məzun oluram. Tədbir zamanı layihəyə həsr olunmuş videoçarx nümayiş olunub. Çıxışlarda isə iştirakçıların keçdiyi yol, qazandıqları uğurlar və qarşıdakı hədəflərdən danışılıb. Sonda bədii hissə təqdim olunub. Ruslan Qasımov, Röyal Əsədov, Rəşidə Zülfüqarova, ASTV Xəbər.